Salam əziz izləyicilər və Fikirli kanal takipçiləri. Bugün sizlərin qarşısında yenə möhtəşəm bir kontentlə qarşınızdayım dostlar. Bugün sizlərin qarşısında Trendyol və Temu arasındakı fərqlər nələrdir? Hansının üstünlükləri daha çoxdur və hansında mənfi cəhətlər daha çoxdur dostlar? Şəxsi fikirlərimi və şəxsi deneyimimi paylaşacağam dostlar. Bugünkü mövzumuzda Trendyolun üstünlükləri nəyə görə Temudan daha üstündür və Temuda nəyə görə alış-veriş daha çox eləyirlər dostlar? Bildiyiniz kimi bu aralar populyar olan Temu saytı Trendyolun olduqca alverini aşağı salıbdır dostlar. Yəni məhz sifarişlər Trendyolda Temuya görə çox aşağıdır mənim şəxsi fikrimcə. Bunun haqqında şəxsi fikirlərimi bildirəcəm. Təbii ki, siz də hansı saytdan alış-veriş edirsinizsə və şəxsi fikirlərinizi bu kommentlər bölməsində yazın dostlar. Biz də sizdən bir şeylər öyrənirik dostlar və hər şey qarşılıqlıdır bildiyiniz kimi. Sizin də fikirləriniz bizə maraqlıdır dostlar. Yazın kommentlər bölməsinə. Biz də sizin fikirlərinizə baxaq və rəy bildirək. Dostlar, bugünkü mövzumuzda Temunun və Trendyolun üstünlükləri nələrdir? Yəni Temuda nəyə görə daha çox alış-veriş edilir? Təbii ki, burada Temuda da mənfi cəhətlər var. Müsbət cəhətlər olduğu kimi də hər saytında özünə görə mənfi cəhətləri var. Trendyolun da mənfi cəhətləri var və burada biz hamısını hərfi-hərfi ilə, yəni şəxsi deneyimi və şəxsi fikirlərimi sizlərlə bölüşəcəm dostlar. Çox uzatmadan keçək komenterimizə və Trendyol və Temunun üstünlüklərindən danışaq və sizlərə hamısını bir-bir göstərək dostlar. Dostlar, keçdik komenterimizə və bu şəkildə iki saytı yan-yana qoymuşam, açmışam dostlar və bunların mənfi cəhətlərini və müsbət cəhətlərini sizlər üçün yan-yana göstərmək istəyirəm. Təbii ki, burada şəxsi fikirlərimi deyəcəm dostlar və öz sifariş verdiyimə görə, deneyimimə görə burada fikir bildirəcəm. Sizin də fikirləriniz mənə maraqlıdır. Kommentlər bölməsinə xahiş edirəm, yazın. Yəni hansı problemləri yaşamısınız, istər Trendyol olsun, fərqi yoxdur, istər Temuda olsun. Onun hamısını bir-bir yazın. Biz də yəni bildiyimiz qədərilə əlimizdən gəldiyincə kömək edəcəyik. Yəni sizlərə cavab veririk dostlar. Dostlar, belə deyək dostlar, Temu İlk öncə Temudan başlamaq istəyirəm. Bildiyiniz kimi daha çox sifariş verməyə başladıq. Təbii ki, bunun da mənfi cəhətləri var, amma yəni mən özüm də şəxsi fikrimi deyim dostlar. Mən özüm də demək olar ki, Trendyoldan hardasa bəlkə də 3 aydan çoxdur dostlar, sifariş vermirəm. Fərqli-fərqli səbəbləri var. Yəni fərqli-fərqli səbəbləri var ki, buradan sifariş vermirəm dostlar. O demək deyil ki, Trendyol daha pisdir. Yəni düzdür, Trendyolun da özünə görə müsbət cəhətləri var. Bəzən endirim kodları olur və endirim kuponları olur. Bəzən bildiyiniz kimi dəvət et qazan bölməsi var. Onun haqqında da videolar var kanalımızda. Hamısının linkini videonun açıqlama bölməsinə əlavə edəcəm. Dostlar, həmçinin Temu olsun və Trendyol olsun. Yəni ki, qeydiyyatdan keçməmisinizsə, bu videonun açıqlama bölməsinə link qoymuşam və yaxud da video qoymuşam ki, dostlar, oradan siz klik edin, rahat şəkildə bu saytlardan qeydiyyat keçə bilərsiniz dostlar. Qeydiyyatdan keçə bilərsiniz. Dostlar, biz Temudan başlayaq. Temunun üstünlükləri nədir? İlk öncə ən böyük səbəblərindən biri də budur ki, Trendyoldan üstün olması pulsuz çatdırılma dostlar. Yəni hansısa bir məhsulu səbətinizə əlavə etdiniz, onun üzərinə kargo pulu gəlmir. Yəni pulsuz çatdırır dostlar. Yəni bu ən böyük üstünlüklərdən biri budur. Məhz Trendyolun da istifadəçisinin aşağı düşməsinin səbəblərindən biri də məncə budur. Yəni bildiyiniz kimi Trendyolda hansısa bir məhsulu səbətə əlavə etdikdə, düzdür, bəzi istisnalı hallarda bu kampaniyalar olur. Yəni 50 manatdan yuxarı alış-veriş etdikdə o sizə kargo pulunu ödəmir, yəni pulsuz şəkildə çatdırır. Amma yenə də Temuda bildiyiniz kimi bu üstünlük var. Bu şəkildə gördüyünüz kimi hansısa bir məhsulu tutaq ki, dostlar, səbətə əlavə etdikdə bu məhsulu tutaq ki, mən səbətə əlavə edirəm. Baxın, endirimdədir. Düzdür, bunun razmerini dəyişdirəndə hansı ki, biraz qiyməti dəyişir, fərqi yoxdur. Qiymət baxımından qiymət müqayisəsi etmirik. Düzdür, qiymət baxımından Trendyol Temuya görə biraz yox dostlar, bahadır. Yəni gəlin bunu ətraflı danışaq. Bunu səbətə əlavə etdikdə, baxın, gördüyünüz kimi heç bir kargo ödənişi gəlmir. İndi mən də burada çox şey əlavə etmişəm səbətə dostlar. Yəni burada gördüyünüz kimi 2 ədəd səbətə məhsul düşəm, sifariş toplamı 88 manat və burada heç bir kargo pulu ödəmirsiniz dostlar. Həmçinin Temuda nədir? Yəni hər hansısa bir məhsulunuz əgər 45 gün ərzində təslimat olmadığında, yəni bu sizə 45 gün ərzində gəlmədiyində bu 3 manat gecikmə kredisi verir. Yəni sizə hansısa məhsulunuz geciksə 3 manat sizə pul qaytarır. Yəni bu Trendyolda belə bir şey yoxdur. Bu şəkildə. Yəni Temunun üstünlüklərindən başlayaq. Dostlar, birinci üstünlüyü pulsuz çatdırılma. Yəni məhsulu pulsuz çatdırır dostlar bu şəkildə. İkinci üstünlüyü odur ki, məhsul gecikdikdə
bu məhsulun 3 manat dəyərinə sizə kredi iadəsi kimi qaytarır. Bu ikinci üstünlüyü. Amma Trendyolda elə bir şeyin, birazdan Trendyolun mənfi cəhətlərini, üstün cəhətlərini danışacağam. Yəni Temunun üstün cəhətlərini danışıram, daha sonra mənfi cəhətlərini sizlər üçün deyəcəm dostlar. Yəni bu ikinci üstünlüyü. Üçüncü üstünlüyü odur ki, dostlar, mənə görə dostlar, burada hansısa bir məhsulu sifariş verdikdə, indi bir dənə sizlərə göstərəcəm. Ana səhifəsinə keçək. Üçüncü üstünlüyü də ki, fiyat düzənləməsindən pulu geri alma dostlar. Yəni hər hansısa siz bir məhsulu tutaq ki 20 manatdan almısınızsa, daha sonra o aldığınız məhsulun qiyməti aşağı düşdükdə, tutaq ki 17 manat olubsa, aradakı qiymət fərqini sizlərə Temu qaytarır dostlar. Bu böyük bir üstünlükdür, məncə çox superdir. İndi məhsulun qiymətinin baha olmağından, ucuz olmağından danışmırıq. Məhz buradakı qiymət fərqini sizə qaytarmasıdır. Tutaq ki, mən bu məhsulu almışam dostlar. Baxın, bəzi burada qiymət fərqini mən qaytarmışam dostlar. Baxın, tutaq ki, siz bu məhsulu almısınız və burada sifariş detallarına daxil olduqda, baxın, gördüyünüz kimi, burada fərqli seçənəklər var. Düzdür, telefonda daha asandır bu, amma siz istəsəz kompüterdən də eləyə bilərsiniz. Fiyat düzənləməsindən bu aradakı qiymət fərqini qaytara bilirsiniz. Dostlar, sifarişlərin bölməsinə daxil olduqda burada sifariş ayrıntıları deyirsiniz və burada gördüyünüz kimi fiyat düzənləməsi bölümü var. Əgər bu məhsulu siz aldığınız qiymətdən daha aşağı qiymətə düşübsə, qiyməti aradakı qiymət fərqini sizə qaytarır dostlar. Bu üçüncü üstünlüyümüz. Üçüncü üstünlüyümüz də bu şəkildədir. Dördüncü bir üstünlük odur ki, dostlar, Temuda bəzi kiçik malları, yəni belə deyək, 5 manat, 4 manat məbləğində malları siz məhsulu geri qaytarmadan onun pulunu sizə qaytara bilir. Və yaxud da ola bilər məhsulu bəyənmirsiniz və yaxud da ola bilər ki, hər hansısa bir məhsulu aldınız, qüsurlu çıxıb, yəni məhz bu 3 manatlıq, 4 manatlıq, yəni səhv eləmirəmsə bu şəkildə olmalıdır. O məhsulun qiymətini geri qaytarmalı. Məhz bunu necə eləyirsiniz? Tutaq ki, sifarişlərin bölməsinə daxil olursunuz. Sifarişlərin bölməsinə keçdikdə burada iade yap bölməsi olur. İndi bu biraz bahalı maldır dostlar, hadisa kiçik məbləğlərdə. Amma əgər məhsulun dəyəri daha böyükdürsə, tutaq ki 100 manat, 150 manatsa, bunu da həmçinin geri qaytararaq məhsulun pulunu iade edə bilərsiniz. Düzdür, istisnalı hallarda ola bilər ki, məhsulda hər hansı problem çıxmaz, amma çox vaxtı dostlar, məhsulu siz normal olaraq geri qaytarırsınız, onun pulunu da sizə qaytarır dostlar. İadə et bölməsinə iade etdikdə, əgər paketinizi almısınızsa, evet deyirsiniz, baxın bu şəkildə iade tələbi buluna bilirsiniz. Həmçinin qeyd edeyim ki, bunun haqqında videomuz var. Temuda məhsulu necə geri qaytarmaq olar və pulunu almaq olar. Onun videosunu da açıqlama bölməsinə əlavə etmişəm. Ətraflı o videoya da baxa bilərsiniz dostlar. Dostlar, bu şəkildə. Dostlar, 4 əsas funksiyasını sizlərə göstərdim. Yəni müsbət cəhətini. İndi isə mənfi cəhətlərini göstərək. Düzdür, burada bəzi şeylər var, kampaniyalar var, kredi iadəsi var. Bu Trendyolda qətiyyən yoxdur elə bir şeylər. Düzdür, Trendyolda da kampaniyalar olur, amma Temuda kimi kampaniyalar olmur. İndi bu onları ayrı bir videoda danışarıq. Sadəcə burada üstün cəhətlərini deyirəm dostlar. İndi isə keçək mənfi cəhətlərinə. Baxaq görüm Temunun mənfi cəhətləri nədir? Dostlar, Temunun mənfi cəhətlərindən o birdir ki, minimum alış-veriş bölməsi var. Yəni ki, siz səbətinizə minimum 30 manat, bəzən bu istisnalı olardı 20 manat olur. 30 manatdan aşağı bir məhsul sifariş verə bilmirsiniz. Yəni tutaq ki, belə deyək də dostlar, kiçik bir məhsul alırsınız, tutaq ki, bunu almaq istəyirsiniz, 8 manat 86 qəpik, tutaq ki, 9 manat qiymət var, siz bunu almaq istəyirsiniz, 9 manat pulunuz var, yox dostlar, minimum 30 manatlıq alver eləməlisiniz. İndi bunu sizlərə göstərək, səbətimizə keçək və səbətimizdə olan məhsulları silək buradan, bunu sizlərə göstərim. Baxın, hal-hazırda səbətimdə heç bir şey yoxdur dostlar, tutaq ki, bunun 19 manat qiyməti var, bunu mən səbətimə əlavə edirəm. Baxın, gördüyünüz kimi səbətimə əlavə etdikdə bunu indirim son gün, baxın, gördüyünüz kimi keçək səbətimizə ödəniş elə. Ödəniş etdikdə burada belə bir bölmə gəlir dostlar. Ödəniş eləmək üçün minimum 30 manat olmalıdır dostlar. Məhz burada belə bir şey var. Mənfi cəhətlərdən biri də budur dostlar. Birinci mənfi cəhətimiz budur. Keçək dostlar ikinci mənfi cəhətə. Temunun ikinci mənfi cəhətləri odur ki, bəzi məhsulların olduqca keyfiyyətsiz olması dostlar. Dostlar, çox düzdür. Hamısı deyil. Mən elə məhsullar sifariş vermişəm ki, dostlar, həqiqətən superdir. Hansı ki, Trendyolda bu məhsul eyni məhsul olub, onun qiyməti qat-qat baha olub, amma Temuda ucuz olub dostlar. Bəzi istisnalı hallarda Çindən gətirilmiş malları Trendyolda da satırlar dostlar. Yəni keyfiyyətsiz məhsullar, olduqca gərəksiz məhsullar var dostlar. Həqiqətən lazımasız ödəniş eləyirsiniz, yəni heç bir işə yaramayan məhsulları çoxdur. Baxın, burada birdən çox məhsullar var dostlar. Baxın, gördüyünüz kimi. Düzdür, ola bilər bəzi istisnalarla yaxşıları çoxdur. Var. Amma
o qədər də çox pis məhsulları çoxdur dostlar. Məhz burada belə gedək deyək dostlar. Şəkildə gördüyü kimi məhsul gəlməyə bilər. Baxın, bu şəkildə bu ayaqqabı bu şəkildə görsənirsə, yəni qiyməti də görürsüz ki 14 manat, yəni deyirsiniz 14 manata ayaqqabı olar. Amma gətirdikdə görürsüz ki, həqiqətən çox keyfiyyətsiz. Buna kaş ki buna 2 manat verməzdim deyə biləcəyiniz məhsullar da olduqca çoxdur dostlar. Amma keyfiyyətli malları da var dostlar. Yəni sizə burada tövsiyə edirəm ki, hansısa bir məhsulu aldıqda açıqlamalarına fikir verin. Bəzi hallarda dostlar, bu məhsulların açıqlamalarında dostlar çox adam oxumur. Elə bilir ki, məsəl üçün ayaqqabı gəlir, amma bir də görürsüz oxuyursunuz ayaqqabının ipini satır. Siz elə bilirsiniz ki 2 manata ayaqqabı alırsınız, amma həqiqətən də o ayaqqabı deyil. Onun üçün də sizə tövsiyə edirəm ki, bir məhsul alanda bunun açıqlamalarını, yəni açıqlamalarını diqqətlicə oxuyun və kommentlərin bölməsinə baxın. Baxın, bu məhsul tutaq ki 4.7.7 ulduz alıb, o deməkdir ki, məhsul yaxşıdır, düzdür, istisnalı hallarda pis də çıxa bilər. O deməkdir ki, bunun ulduzu yüksək səviyyədə çıxıb. Yəni o pis də ola bilər. İkinci mənfi cəhət də budur dostlar. Üçüncü mənfi cəhət də Temunun gec çatdırılmasıdır dostlar. Trendyolda çox vaxtı 1 həftə, 6 gün, bəzən də mən görmüşəm dostlar 5 gün ərzində çatdırılma olur. Yəni o da ki, başa düşülən də hardasa ola bilər ki, yaxındır Türkiyə ilə Azərbaycan arasında fərqlər. Düzdür, gec gələn vaxtlar da olub, amma çox vaxtı 1 həftə, 5 gün ərzində gəlir. Amma Temuda isə məhsullar gec gəlir dostlar. Mən elə bir məhsulum var ki, 20 günə gəlib çatıb. Düzdür, elə məhsulum var ki, 9 günə gəlib çıxıb, amma istisnalı hallarda ortalama 10-15 gün ərzində gəlir. Amma Trendyolda isə tez bir şəkildə hansısa bir məhsulu sifariş vermək istəyirsə, 1 həftə ərzində dostlar bu gələ bilir dostlar. Dostlar, indi isə keçək Trendyol'a, yəni Trendyolun mənfi cəhətlərini danışaq və müsbət cəhətlərini danışaq. İlk öncə təbii ki, Temuda olduğu kimi müsbət cəhətlərindən danışacağam. Müsbət cəhətləri nələrdir? Müsbət cəhətinin birinci nədir ki, dostlar? Minimum alış-veriş sərhədi yoxdur dostlar. Yəni buradan 5 manatlıq da bir məhsul sifariş verə bilərsiniz, 1 manatlıq da sifariş verə bilərsiniz. İndi biraz da mənfi cəhətlərini danışacağam. Yəni hansısa bir məhsulu səbətə əlavə etdiniz. Mən burada indi profilin bölməsinə keçid etmişəm dostlar. Baxın, hesabın bölməsinə keçid eləmişəm. Bu məhsulu tutaq ki, səbətə əlavə etdiniz. Heç bir fərqi yoxdur. Birbaşa səbətə əlavə edin, al. Yəni burada minimum 30 manatlıq almalısan və yaxud da 40 manatlıq almalısan. Belə bir sərhəd yoxdur dostlar. Bu birinci müsbət cəhəti. Keçək ikinci müsbət cəhəti. İkinci müsbət cəhəti də odur ki, dostlar, çatdırılması, bayaq da qeyd etdiyim kimi, çatdırılması Temuya görə daha tezdir dostlar. Temuda bəzən 10-15 gün, bəzən isə 20 gün çəkə bilir. Trendyolda isə 1 həftəyə, mən istisnalı hallarda 5 günə də görmüşəm. Düzdür, 5 günə aşağı da görməmişəm. Bəzi dostlarımız yazır kommentlərdə, deyir 4 günə gəlib. Tanışlarında var, deyir 4 günə də gəlib məhsul. Amma məndə minimum 5 günə, 6 gün ərzində gəlib. Bu ikinci müsbət cəhətimiz. Keçək üçüncü müsbət cəhət. Müsbət cəhətlərin üçüncüsü də odur ki, dostlar, Trendyolda Temuya görə bəzi məhsullar keyfiyyətli olur. Yəni bu məhz belə deyək dostlar. Bir ayaqqabı olsun və yaxud da hansısa paltar olsun, mən Temudan almaqdansa Trendyoldan alıram. Hansı ki, arasında fərqlər nədir? Dostlar, Trendyolda paltar və geyim aksesuarları Temuya görə, mənə görə daha biraz keyfiyyətlidir dostlar. Temuda çox vaxtı paltarda belə deyək də dostlar, keyfiyyətli sata bilir. Düzdür, elektron məhsullarda Trendyoldan daha ucuzdur və keyfiyyətlidir. Amma paltar olsun, paltar cəhətdən, yəni geyim cəhətdən məncə Trendyol daha üstündür. Düzdür, qiymət cəhətdən təbii ki, Temuda paltarlar daha ucuzdur. Görürsüz də orada dostlar 7 ədəd dəsti bir də görürsüz 35 manata verir. Trendyolda belə bir şey söhbət gedə bilməz. Paltar qiymətlərini burada baxa bilərsiniz. Misal üçün buradan yazaq. Misal olaraq sizə ayaqqabı qiymətlərinə baxa bilərik. Baxın, gördüyünüz kimi ayaqqabılar olduqca bahadır. Baxın, yəni 20-21 manata təsadüfən belə paltarlar tapa bilərsiniz. Baxın, bu diqqətimi çəkdi. Özdə alış da çoxdur. Yəni yaxşıdır qiyməti. Düzdür, Trendyolda ayaqqabılar və köynəklər Temuya görə daha üstündür. Bu üçüncü müsbət cəhətimiz. Dostlar, indi isə keçək mənfi cəhətlərə Trendyolun. Məhz burada mən sizə bəzi şeylərdən danışmaq istəyirəm. Yəni nəyə görə Trendyolun alveri daha aşağı düşüb? Temuya görə Temu bildiyiniz kimi daha çox satış eləyir. Birinci növbədə dostlar, mənfi cəhətindən birinci növbəsi məhz kargo pulu almasıdır dostlar. Siz burada hansısa bir məhsulu səbətə əlavə etsəniz, məhz bayaqları mən
Nədən söhbət eləyirdim? Xırda bir məhsul aldıqda tutaq ki, bunun 21 manat qiyməti var dostlar. Və yaxud da 5 manatlıq bir məhsul alıram. Tutaq ki, bunu mən səbətə əlavə etdim. 21 manat qiyməti var. Avtomatik dostlar bunun mən səbətimə keçirəm. Baxın. Avtomatik üzərinə kargo pulu gəlir. 3 manat 99 qəpik kargo pulu gəlir dostlar. Düzdür, əvvəllər təzə-təzə olanda bu pul yox idi, amma sonradan bunu əlavə etdilər. 21 manatlıq bir məhsul sizə 25 manata gəlib oturur. Yəni bu deməkdir ki, bunun nə mənası qaldı ki, tək şəkildə xırda bir məhsul əlavə etməyin. Tutaq ki, gəlin burada test üçün bir dənə 5 manatlıq bir məhsul əlavə etmək istəyirəm. Buradan bir dənə USB bir kabel ola bilər, fərqi yoxdur. Onlar daha ucuzdur. Türkcə yazmanız daha tövsiyə olunur. Bu şəkildə axtarış edirəm. Tutaq ki, bunun burada USB kabellərin qiymətinə baxın dostlar. Həqiqətən çox bahadır. İndi ola bilər indi burada hansısa bir orijinaldır, Samsung-un da onun söhbəti yox, amma Temuda bildiyiniz kimi kabel, yəni Çin məhsuludur. Təbii ki, burada orijinal məhsullar daha çoxdur. Baxın, 11 manat qiyməti var. Mən bunu almaq istəyirəm, səbətimə əlavə edirəm dostlar. Burada sifarişimi tamamla bölməsinə keçirəm. Baxın, pulun çatdırılmasının üstünə 6 manat 99 qəpik. Yəni bunun nə özəlliyi var ki? Temboli bu bir kabeldir. Məhsulun ölçüsünə görə bilmirəm dostlar. Yəni ölçüsünə görədirmi, yoxsa kiçikliyinə görədirmi, bunun kargo pulu artır. Aha, yox dostlar, üzr istəyirəm. Bayaqki məhsula görə hesablayırdı. Baxın, yenə də 3 manat 99 qəpik gəlir. Yəni onun üçün buradan əgər alış-veriş eləyirsinizsə, məsləhət görürəm ki, toplu şəkildə alasınız. İndi bir dənə toplu şəkildə yoxlayaq. Səhv eləmirəmsə, bir firmadan alanda kargo pulu bir dəfə gəlir. Bax, belə bir pis cəhəti var dostlar bunun. İndi buradan bir-iki dənə məhsul səbətimə əlavə edəcəm. Tutaq ki, bunu əlavə eləmək istəyirəm. 40 razmer seçirəm misal üçün olaraq. Razmerinə görə bəzən qiymətlər dəyişə bilər dostlar, qeyd edeyim. 2 ədəd məhsul olsun, sifarişi tamamla. Aha, bunlarda uje 2 ədəd əlavə elədim. Yenə eyni kargo pulu çıxdı. Bir dənə fərqlisini əlavə eləyək. Mən səhv eləmirəmsə elə bir şey olmalı idi. Amma yəqin yığışdırıblar. Tutaq ki, bunu əlavə eləyək. Səbət əlavə eləyək. 3 ədəd məhsul olsun. Sifarişini tamamla. Aha. Yəni 50 manatlıq fərqli məhsullar əlavə elədim dostlar. Yenə eyni kargo pulu gəldi. Yəni bu yığışdırıblar. Əvvəllər var idi belə bir şey. Fərqli məhsul əlavə edin, ona görə kargo pulu gəlirdi. Yəni məsləhət görürəm ki, burada da daha çox səbətinizə əlavə eləyəsiniz 3 manat 90. Düzdür, elə məhsul olar ki, burada çox baha olar. Yəni o 5 manat qiyməti olar. Siz fikirləşərsiniz ki, burada 20 manat qiymət var, 8 manat verəcəm, amma mənfi cəhəti odur ki, kargo pulu alır. Onda burada sual verəcəksiniz ki, bunun nə mənası oldu ki, yəni xırda bir məhsul əlavə etmək, yəni kargo pulu alır. Yəni təbii ki, seçim sizindir dostlar. İkinci mənfi cəhət, böyük mənfi cəhətlərindən biri də budur. Dostlar, keçək üçüncü mənfi cəhətlərinə. Dostlar, üçüncü mənfi cəhəti odur ki, mənim deneyimimə görə, şəxsi fikrimə görə, yəni burada alış-veriş çox etmişəm, yəni çox alış-veriş etmişəm həqiqətən bunlardan. Dostlar, bəzi məhsullar Azərbaycana görə çıxmır. Siz buradan hansı ki Trendyol Türkiyə səhifəsinə keçsəz, baxın google.com-a daxil oluram, Trendyol Türkiyə səhifəsinə keçdikdə bilmirəm indi burada Türkiyə səhifəsidir ya yox, telefondan daha asandır. Bu seçəndə sizə seçənək verir proqrama girəndə. Türkiyə səhifəsində bəzi çox məhsullar çıxır dostlar, amma bəzi çatdırılma var ki, Azərbaycana göndərilmirlər. Yəni bu kiçik bir ayaqqabı ola bilər, fərqi firmadan firmaya dəyişir. Yəni mən ürəyim istədiyi bir şeyi səbətə əlavə edirəm. Bu Türkiyədə var. Təbii ki, Türkiyədə olan sifarişi vermək istəyirsə əlavə kargo ilə gətizdirməlisiniz. Onun haqqında da videomuz var dostlar. Açıqlama bölməsinə əlavə etmişik. Siz də klik eləyərək oradan baxa bilərsiniz. O da ki, müəyyən qədər sərf eləmir dostlar. Hansı ki, yəni bu satıcının belə deyək, göndərmək istəməməyinə görə biz əlavə pul ödəməliyik kargoya. O da ki, bildiyiniz kimi kiloqram başı ödəniş alırlar. O da bizə sərf eləmir. Yəni kiloqramdan 6 dollardır yoxsa 7 dollar belə fərq eləyir. Ümid edirəm ki, Temuda yəni bu kargo pulu məsələsi gəlməz, amma belə fikrimcə yaxın zamanlarda belə bir şey olacaq. Ümid edirəm ki, olmasın, daha çox sifariş verək. Düzdür, burada keyfiyyətsiz mal, gərəksiz mallar çoxdur.
Trendyolda keyfiyyətli mallar, yəni ayaqqabı, tekstil cəhətdən Trendyol daha inkişaf eləyib. Bildiyiniz kimi Türkiyədə Defacto kimi, indi burada reklam eləmirəm, sadəcə misal olaraq çəkirəm. LC, Waikiki kimi belə qəşəng firmaları var. Bu şəkildə dostlar, ən böyük mənfi cəhətləri də bunlardır və müsbət cəhəti bunlardır və qiymətləri baha olması dostlar, həqiqətən qiymətlər. Bax burada elektron bir şey almağa sərf eləmir. Misal üçün planşet almaq istəsiniz buradan. Hansısa bir planşet almaq istəsiniz. Qiymətlərə baxın bu şəkildə. Bu nə qiymətlər dostlar? Həqiqətən bu belə qiymət olar. Baxın qiymətlərə bax. Düzdür, burada Samsung da var, hansı ki Xiaomi var. Burada bildiyiniz kimi Temuda markasını bilmədiyi planşetlər var. Yəni mən planşetdən misal çəkirəm. Fərqi yoxdur, siz fərqli bir şeyə də baxa bilərsiniz. Qiyməti çox bahadır. Təbii ki, bura baxanda yenə ucuzdur. Yəni misal üçün burada müqayisə edə bilərsiniz. Samsung Galaxy Tab A9-un qiymətinə 50 manat, 100 manat fərqi olar. Bu söhbət yox, amma belə bir şey də var ki, Temuda bu məhsullar düzdür var dostlar. Hansı ki məhsullar var. Baxın, Xiaomi məhsulları var. Trendyoldan ucuzdur. Xiaomi-nin tabletinə baxmaq istəyirəm. Xiaomi tablet. Buradan axtarış eləyə bilərsiniz. Hansı ki burada Xiaomi tableti var. Dostlar, belə bir şey də var ki, Temunun bu məhsulu alanda qiymətində endirimlər də olur. Hansı ki 20% endirim, kredi iadəsi kimi belə üstünlükləri var. Daha çox kampaniya eləyir. Bildiyiniz kimi müəyyən çarxlar gəlir ekrana. Düzdür, o çarxların mənfi cəhətləri də var. Onun haqqında adlı bir video çəkəcəm. Orada qiymət baxımından aldadıcı məqamlar da var. Onun haqqında ətraflı video gələcək. Kommentlər bölməsində yazın istəyirsinizsə. Bu məhsulu alanda 20% kupondan falan istifadə edəndə dostlar, qiyməti 225 manatsa, bir də görürsünüz bunu 180 manat, 170 manata ala bilirik, amma Trendyolda dostlar bildiyiniz kimi hər bayramdan bayrama və yaxud da özəl günlərdə kuponlar verirlər, endirim kodları verirlər. Birinci təzə çıxanda yaxşı idi, kodları istədiyimiz kimi yaza bilirdik, amma bəzən 30% kupon gəlir. Mən burada sizə tövsiyə edirəm ki, Trendyoldan alış-veriş edirsinizsə, bir də görürsünüz 30%, 20% kuponlar gəlir. Telefonda profilin bölməsinə keçin, görəcəksiniz. Bayramlara görə kupon kodları gəlir. O kodları istifadə edib almanız daha tövsiyə olunur dostlar. Dostlar, bu videomuz da bu qədər oldu. Yəni ümid edirəm ki, əlimdən gələndən sizlərə köməklik göstərə bildim. Üstünlüklərin və mənfi cəhətlərini sizlərə göstərə bildim. Dostlar, kommentlər bölməsində fikirlərinizi yazın. Maksimum dərəcədə kimsə nəsə buradan zakaz verib fərqli bir şey çıxıb və ya da daha pis olub və ya daha yaxşı məhsul əldə eləyib. İstər Trendyol olsun, Temu olsun. Fikirləriniz bizə də çox maraqlı dostlar. Təqdim etdiyi Fikirli kanalı.